mən söz vermişdim ki, əziz övladlarımız üçün, imtahan verən balalarımız üçün gözəl bir dua hazırlayacağım və inşallah onu mən bu günləri onların nəzərinə çatdıracağım. Hər kim imtahana gedəcəksə, çətinliyi varsa, imtahan üçün hazırlıq görürsə, imtahana getməmişdən qabaq səhər evdən çıxan zaman bu gözəl duanı oxuyuram. Həmən duanı tərcüməsini də deyəcəyəm və bu duanı oxuyub üfürməlidir. Sağa, sola, qarşı tərəfə üfürsün və evdən çıxsın. Bu gözəl dua inşallah onun bərəkətindən əziz övladlarımız inşallah Allah ona tövfiqat verəcək. Sanki bir dəstək əlamətidir bu. Psixoloji həm də dəstək əlamətidir. Bu duanın böyük bir bərəkətindən övladlarımız inşallah gözəl nəticələr alacaqlar. Bismillahirrahmanirrahim. İnna fətəhna ləkə fətən mubina. İzə cəə nəsrullahi vəl fəth. Nəsrun minəllah və fəthun qərib. Huvel fettahul alim. Ve zellelnahu feminha rakubuhum ve minha ya'kulun. Allahümme kul Rabbi zidni ilmen ve elhiqni bis salihin. Ya Fettah, Ya Fettah, Ya Fettah. Tərcüməsini deyirəm inşallah. Biz sənə ən böyük fəth və zəfər qazanmağı nəsib etdik. O vaxt ki, Allah'ın zəfəri, fəthi, köməyi gəldiyi zaman fəth, yardım Allah'tan, zəfər yaxındır. O bilən və bütün işləri çox və davamlı şəkildə açandır, fəth edəndir. İşlərimizi asanlaşdır. Bizə müvəffəqiyyət ver Allah'ım. Biz onu sizin üçün ram etdik. Bir qismini yeyersiniz, bir qismini minik kimi istifadə edərsiniz. Ram edən, fəth edən Allah'tır. Ey Allah'ım, de Rəbbim elmimi artırsın, müvəffəqiyyətimizi âli eləsin. Bizə müvəffəqiyyətlər versin. Ey qapıları açan, ey fəth edən Allah. Bizim üçün də fəthi yaxınlaşdır. Bizə elm qapılarını açmaqda, imtahan verməkdə müvəffəqiyyət qazandır. Amin ya Rabbi.